gələcəkdə heç bir göstəricisi olmayacaq. Başta 15 dedim, şu an yenidən təkrar olmaq istəyirəm. Mütləq readingə çox hazırlaşın. 200 bal, ay 180 bal. Karın könlündən keçən. Hay, necəsiz? Bugün sizə fürsətdən istifadə edib 9-cu sinif məsləhət videosu çəkəcəm. Şak almışlar. Deməli, uzun müddət midterm imtahanlarım var idi. Midterm deyəcəksən, aralı imtahanları. Semestra qədərki olan dövrdə keçirilən imtahandır. Və imtahanları ilk dəfə verirəm deyə onun stresi var idi üstündə. Və indi daha ciddi imtahan məni gözləyir. Sadəcə dedim ki, vaxtım var video çəkim sizə. 9-cu sinifin İlk öncə istəyirəm ki, bu videonun anılarınızı uzatdınız. Çünki 9-cu sinif videosu o qədər şeydir ki, nə sizin gələcəyinizə təsir edir, nə sizin 11-ci sinif proqnozunuz təyin edir. Heç bir əlaqəsi heç bir yəni təyin etdiyi bir şey yoxdur. Siz sadəcə o an 9-cu sinif imtahanını verəndə saatlarınızı necə böləcəksiniz? İmtahan ortamı necədir, imtahan stresi necədir, bu və bunun kimi sualların cavabını tapacaqsınız. Bu sadəcə beyninizdə olan sualların yanıtıdır. Amma suallara gəldikdə heç bir sualın 11-ci siniflə əlaqəsi yoxdur. Ola bilər ki, bir neçə sual 9-cu sinif imtahanında olan sualları bəzəsin 11-ci sinifdə. Bu demək deyil ki, siz 9-cu sinif imtahanına həddindən artıq ciddi almalısınız. O qədər məsuliyyətsiz də yanaşmayın. Amma yəni siz zəif deyirsiniz, güc deyirsiniz, sizin 11-ci sinifinizdə ya da tələbəlik həyatınızda heç bir təsir göstərməyəcək. Mən 178 bal.3 yığmışdım. Onu yuvarlaqlaşdırsa eləyəcək 200 bal, ay 180 bal. Karın könlündən keçən. Bu 180 bal yığmaq mənə heç bir təsir etmədi. 9-cu sinifdə çalışırdım. Hətta 3 müəllim dəyişdirmişim. Müəllimlərdən biri Nərmanovda yerləşirdi. Mən sizə Nərmanovdan həddindən artıq dərəcədə uzaqda qalıram. Mən sizə birinci məsləhətim odur ki, yol uzunluğuna fikir verəsiniz və evinizə ya da məktəbinizə yaxın bir yerdə hazırlıqlara gedəsiniz, repetitor yanına. Çünki mənim 2 saat getmək, 2 saat gəlmək yoluma vaxtımı alırdı və bu vaxt ərzində mən heç nə eləmirdim. Oturub dərsimi falan təkrarlamırdım. Çünki mən nə zaman yol gedirəm, istəyirəm ki, sadəcə öz keyfim üçün hərəkət edim. Ya musiqi dinləyirdim, ya podkasta qulaq asırdım. Amma dərs haqqında heç bir şey etmirdim. Hazırlıqlarınızı nə qədər yaxında tutsuz, bir o qədər sizə vaxt qənaəti olacaq. Çünki 4 saatin yola getməsi həqiqətən günüm 12 saatdırsa, açıq olan gündən bəhs edirəm. 4 saat yola gedirsə, 8 saat, nəsə də belə çox xırdalığa getmək. Bunun xəricində keçək fən sizə izah edim, bəzi məlumatlar verim. İngilis dilindən mütləq söz oxumalısınız, söz öyrənməlisiniz, söz təkrar etməlisiniz. Bunun tələffüzlə əlaqəsi varmı? Var. Deyəcəkdim birinci yoxdur. Sonra listening olduğu ağlıma gəldi. Listeninglərdə bəzi sözlər var ki, mikrofona görə deyəsən qəribə qarşılanır. Listeningdə bəzi sözlər var ki, insanlar məsələn fərqli öyrənirlər və o sözü elə yadlarında saxlayırlar. Amma sonradan listeningdə fərqli cür tələffüz olunduqda bu onlarda problem yaradır. Bunu keçək bir hissəyə qoyaq. Bundan sonra əgər sizə listening zamanı bir problem yaransa, siz nəyisə eşitməsəz, o sizin özünüzdən asılı olmayan problemlərdən bəhs edirəm. Ya aparat mı xarab olsa, işləməsə, bunu mütləq sinif nəzarətçisinə deməlisiniz. Əks halda bu sizin mənfinizə doğru gedəcək, yəni sizin mənfi təsir edəcək. Bunun xəricində sinifdə səs varsa bunu bildirməlisiniz, pəncərə açıqdırsa bunu bildirməlisiniz. Sən hər söhbətə qarşılığında qorxuram, bir dəqiqə. Əsasən evdə readinglər eləyin, çünki qrammatikadan da əsas readinglərdir, listeningdir. Listeningə çox insan zəiflik çəkir, narahatçılıq çəkir, ya da ki, məsələn, məndə listening bəxtəbəxt idi. Çox yaxşı eləyirdim, amma elə absurd suallarım var idi ki, mən normalda 6-ya 6 yazan insan gedib 6-ya 5 yazmışdım. Amma bu mənim günahım deyil idi. Səsləndirilən aparatın günahıydı. Təsvir olsun, lisə onu məsləhət kimi bildirirəm, amma mən həmin an bu problemi sinif nəzarətçisinə deməyə ağlıma gəlməmişdi. Mütləq readingə çox hazırlaşın.
bildiyin ki yaxşı hazırlaşmaq üçün də sizin söz biliyiniz lazımdır. Dediyim bütün məsləhətlər bir-birindən həddən artıq əlaqəlidir. Qrammatikaya da, qrammatikanın da deyərdim ki, 70-80% sizin müəllimənizdən asılıdır. Sizə qrammatikanı nə tərzdə öyrədir? Məncə ingilis dili çox asan fəndir. Həqiqətən asan fəndir də bu arada. Mən İngilis dilinə elə yaxınlarım var idi, elə uşaqlar var idi ki, ətrafında. Öyrənə bilmirdilər. Amma müəllim dəyişdirdikdən sonra ingilis dilinin nə olduğundan artıq təzə tanış olmuşdular. Buna görə də müəllimdən çox şey asıldı. Keçək Azərbaycanla. Azərbaycanla mütləq bir Azərbaycan dili test kitabınız olsun. Bu test mətinlərdə əsasən. Çünki qrammatika sadəcə 25 bal verir, mətinlər çox bal verir, 75 bal. Mən 2 mətin kitabını bitirmişdim. Bir mücri test kitabını bitirmişdim, bir Natiq Vahidovun test kitabını bitirmişdim. Hər ikisində də əsasən mətnlər işləyirdim. Hətta desən ikisində də sadəcə mətinlər var. Amma bunları vaxt qoyub işləsəz daha da çox tövsiyə edirəm sizə və anlaşılır dillə yazmanızı tövsiyə edirəm. Çünki tez getsəz daha az vaxt gedəcək və siz imtahanda yaxşı oxunurlu ləzzətli yazmanızı bildirmək üçün vaxt yazarınızı çox düzgün etməlisiniz. Ona görə evdə də tez yaxşı yazın ki, sizə əlavə bir çətinlik yaratmasın gələcəkdə imtahan verəndə. Mən qrammatikanı bərbad vəziyyətdə yazmışım. Ona görə qrammatika barəsində bir məlumat vermək istəmirəm. Çünki qrammatika mənə absurd gəldiyinə görə heç hazırlaşmaq istəmirdim. Keçək riyaziyyata. Riyaziyyat çox abituriyentin yaralı yeridir. Riyaziyyat mənə ilk zamanlar çox çətinlik yaratmışdı. Hətta mən birinci yasa hazırlaşırdım. Siz bildiyiniz kimi beynəlxalq Türkiyədə təhsil almaq üçün bir testdir deyək, imtahandır. Mənə çətinliklər doğurmuşdu və getdiyim kurs çox məsləhətli deyildi, yəni. Mənə çox məsləhət olunmuşdu. Amma mən daha çox araşdırmalıymışam. Heç yaxşı deyil idi. Mən çıxdım və Azərbaycanda təhsilimi davam etdirməyə başladım. Getdiyim kursdan çıxıb Azərbaycanda təhsilimi davam etdirməyə başladım. Hətta ilk öncə mən IELTS-də Polşaya hazırlaşmaq istəyirdim. Sonradan keçdim YES-ə, sonra Azərbaycanda qalmağa qərar verdim. Çünki mənə elə gəlir ki, indi magistrda getmək daha asandır. Erasmusdan da xaricə gedə bilmirəm. Çünki gəlib yenidən Azərbaycanda yenidən dillə oxumaq lazımdır. Bu da ki, zaman istəyir. Mən xaricə təhsil almaq istəyirəm. Bu məni bir il geriyə atır ki, Azərbaycanda bir il daha qalın təhsilə görə. Riyaziyyata keçmişdik axırıncı dəfə. Riyaziyyatdan çox müəllimlər bildirir ki, nəzəri biliklərə əsaslamaq lazımdır. Amma bu bir abituriyent kimi, bir tələbə kimi sizə məsləhət görə bilərəm ki, nəzəriyə əsaslanmaq olmaz, əsasən praktik olmalıdır. Çünki siz bir qaydanı bilirsiniz, amma o qaydanı tətbiq etməyi bilmirsinizsə, bu sizə çox çətinliklər doğuracaq. Hətta Amerikanın təhsil sistemindən də məsləhət göstərmək istəyirəm ki, sizə Amerikada nələrsə köçürmək çox rahatdır. Çünki verilən suallar əvvəlcədən təyin olunur, sadəcə hansı qaydalar düşəcəyi təyin olunur və qaydanın hər hansısa bir nəzəri prinsipləri qeyd edirlər bir vərəqə, A4 vərəqin içərisinə. Amerikadakı müəllimlərə təhsil sisteminə əsas olan bir şey tələbənin bir nəzəri qaydanı testlərini necə tətbiq etdiyidir. Elə, yəni o insanlar bir bilikləri var ki, belə edirlər. Mən də bu biliklərinə əsaslanaraq hazırlaşmışdım riyaziyyata və 100-lərinə 67 bal yığmışdım. Mən 25 bal, yox, 35 bal yığmışım 9-cu sinifdə və 67 bala qalxmağım mənim üçün çox, bilirsiniz, üstün idi, yəni daha az yığma gözləyirdim hətta. Mən bal şkalasını sizə təqdim edim. 74.5 ümumilikdə 75 bal Azərbaycanına yığmışam. 67 bal riyaziyyatdan yığmışam. İngilis dilindən 92 bal yığmışam. 3 məndən də bilikdir. 9-cu sinifdə nələr çıxırsa onları işləmək lazımdır. Çünki siz məsələn bir test topusundan hazırlaşırsınız. Bu imtahanla əlaqəsiz ola bilər. Sadəcə dırnaqarası təriflənən yerlərdən biri də ola bilər. Nəysə, bunu yəqin ki bilirsiniz. Çünki çox şagirdlərinin repetitorları bunu məsləhət görürlər uşaqları ya da gözəl şəkli çıxartdırıb verirlər ki, keçənlərdə nələr tutmuşlarsa bunları yenidən praktik eləsinlər.
Bunun xərcində desən 9-cu siniflərdə artıq şəkil üzərində təsvir etmək kimi bir test yaranıb. Bu Azərbaycan dilinin yox, ingilis dilinin readinginin 20-ci salıdır, səhv etmirəmsə. Səhv etmirəmsə, okey. Mən təsvir etməni, birsiz təsvir etmədə dil səviyyələri var. Biri var ki, məsələn, alma ağacını və yanındakı uşaqları təsvir edirsinizsə, biz orada there is tree in the garden belə yazsaq, sizə çox bal verməyəcək. Bunu daha fərqli, amma eyni mənaya gətirib çıxaran bir cümlələrlə əvəz edin. Verirəm 9-cu sinifsiniz və sizdən çox da bir şey tələb olunmur. Amma yenə də siz nə qədər çətin sözlərdən istifadə etsiniz, biraz yuxarı səviyyə sözlərdən istifadə etsiniz, bu sizin xeyrinizə olacaq. Qrammatika bayaq dediyim kimi 70% sizin müəlliminizdən asılıdır. Siz müəllimlərinizin ipuçlarından istifadə edin. Zaten qrammatika kitabda da yazır. Siz gəlib kitabdan da oxusunuz, müəyyən qədər bir bal yığa biləcəksiniz. Amma müəllimlərinizin sizə kiçik ipucu zərflərindən verməsi sizə zaman qazandıracaq. Neyse uşaqlar, ümumi mövzuya gəldikdə 9-cu sinifi çox da ciddi alıb özünüzə dərd etməyin. Çünki başda 15 dəfə demişim, amma yenidən təkrar olmaq istəyirəm. 9-cu sinifin gələcəkdə heç bir göstəricisi olmayacaq. Sadəcə siz o zamanlarda zamanınızı idarə etməyi və imtahanın gedişatının stresini təyin etməyiniz üçün sizə bir üsuldur deyək. Bizdə qorxmuşdular ki, 150 balı keçməsən məktəbi davam etməyəcəksən, amma o qədər şagird var idi ki, məktəbi davam edən. Bu da boş söhbət idi. Okey, 9-cu sinif imtahanını kolleci vermək istəyənlər, gimnaziyada vermək olur. Ya bir məktəbinə vermək istəyənlər üçün daha çox önəmlidir. Çünki kolleci verəndə universitet imtahanının balı kimi təyin olunur. 9-cu sinif aid məsləhətlərim bu qədər idi. Ümid edirəm ki, yararlanmışsınız məsləhətlərindən. Bu yaxınlarda zaman edib tapa bilsəm 11-ci sinif məsləhət videosunu da göndərəcəm. 9-cu sinif daha çox istəmişdi, ona görə 9-cu sinifi atdım. Özünüzə yaxşı baxın, motivasiyanızı heç düşürmürsünüzlər. İnsanların sizə qarşı sevgisi, davranışı gəlib keçicidir. Əsas özünüzə odaqlanın, həmişə özünüzə odaqlanın. Çünki siz nə qədər inkişaf etsəz, bunun zərəri də özünüzədir, xeyri də özünüzədir. Həyatınızı idarə etməyə çalışan insanlardan çəkinin. Bitdi, məsləhətlərim bu qədər idi. Bunun özünü 2-ci dəfə deyirəm. Gələn videoda görüşərik. Sağ olun.